Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov Vladimirovka kənd inzibati ərazi dairəsinin Mirzə Məmməd kənd kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda rayon polis şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı rayon icra hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonumuzda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədi ilə aidiyyatı şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildiriblər. Bu bizim aşağı çayda bir yer ayırsınlar bizim uşaqlarımız futbol meydançası kimi. Çünki bizim futbol komandamız var, elə Miqdadın adını daşıyırlar, elə bilməm deyəcəklər. Onu en azından bizim uşaqlarımız yayda heç olmasa düşüb orada oynasınlar. Bir balaca bir meydança düzəltsinlər orada, mümkünsə əgər xahiş edirəm. Var elə bir yerimiz, ümumi istifadədə falandır. Onsuz da orada tikinti eləmirik də, biz müvafiq qurumdan icazə alarıq onunla bağlı, yox. Suyun mühafizə zonu, çayın mühafizə zonasında düşəndə tikintiyə icazə yoxdur. Amma belə stadion kimi istifadəyə mənə gələn problem olmaz. Siz yeri tapın, biz müvafiq qurumdan razılıq alarıq. Qəbuldan əvvəl rayon rəhbəri aidiyyatı şəxslərlə birlikdə Mirzə Məmməd kənd İbtidai məktəbinin qarşısında yaradılmış Vətən müharibəsi şəhidi Abduləlmov Miqdad Faiqoğlunun və təhsil müəssisəsində hazırlanmış şəhidlər xatirə güşəsinin önünə gül dəstələri düzüblər. Sahib Məmməd Elçin, Şuşalı, Qafqaz TV üçün.